Sabahınız xeyir Emil bəy. Ən birinci qeyd edim ki, mənə elə gəlir sevgi yer üzündə diqqət ilə yanaşı yaranıb. Bəli, biri azalsa digəri axsıyır. Çox zaman qəzəllərimi tarixdə qalmaq üçün bəşəri yazsam da dünyəvi hisslərə də yer verirəm. Baxmayaraq ki, eşqin özü elə bəşəri olmalıdır. Məsələn, bəzən Allaha eşqimi ehtiva edən münacat yazıram. İnsanlar onu dünyəvi hisslərə bağlayır. O zaman açıqlama vermirəm, çünki Əleyhisselamın bir kəlamı var, insan bildiyi qədərdir. Bildiyindən bir addım irəli gedə bilməz. Münacatı dünyəvi hisslərə başlayıbsa, bu da bir gözəllikdir. Demək ki, qəlbində zərif duyğuları qoruyub saxlayan bir insandır. Emir bəy, siz dünən efiri bitirən zaman o qədər qəlbə toxunan gözəl sözlər və sağollaşdınız ki, bildim mesaj yazmağa çatdırmayacağım. Cəld şəkildə sizə xoş gün arzusu ilə açıqca göndərdim. Açıqca, yəni atkırıtkada göndərdim. Çünki sevgini, ehtiramı bildirməyin məqamını insan əldən buraxmamalıdır. Yaxşı ki, varsınız. Hörmətlə yazıcı Mehriban xanım Məhərrəmova. Uzun yazdığım üçün üzr istəyirəm. Mehriban xanım, üzr istəməyin. Mən sizdən üzr istəyirəm ki, sizin mesajınızı çatdırıb oxuya bilmədim. O qədər qəlbi geniş olan insansınız. Bu yazdıqlarınızdan belə hiss olunur. Sözlərinizdən hiss olunur ki, siz mütaliə eləyən, çox nəzakətli insansınız, ali düşünən insansınız və bu çox önəmlidir bəşər övladı üçün. Əminəm ki, ətrafınızda sizi sevən insanların sayı çoxdur. Arzum budur ki, onların sayı çoxalsın və sizi başa düşən, sizin yazdığınız məzmunu həqiqətən də sizin kimi bildiyiniz insanların sayı çox olsun. Minnətdaram, çox sağ olun dəyər verdiyiniz üçün. Verilişimiz davam edir dostlar. Dəyərlərlə bir-birimizə həmin o müsbət enerjini ötürək və Təftəzə Səhər şousunun bugün WhatsApp nömrəsinə yazaq ki, siz sevginizi, sevdiyiniz şəxsi axırıncı dəfə necə sevindirmişsiniz, hansı sürprizlə. Mehriban xanım bayaq da yazıb və davamında bu şeiri, qəzəli göndərib. Allah sizə can sağlığı versin. Çox sağ olun. Gəlin elə onun yazdıqlarıyla bitirək verilişimizi. Sevgi şiddətli olarsa salacaq aləmə səs. Sevgisiz ömür eləsən qalmayacaq canda həvəs. Cənnətin nuruna bənzərdir bu dünya desələr, o mələk üzlü də eşqinlə alır sanki nəfəs. Yer göyün, göy də yerin cazibəsindən çıxmaz. Bax düşün, ibrət ilə. Sevgi deyilsə nədir bəs? Habi qəflətdən oyan hər bir anın qədrini bil. Heyf o günlərə ki keçdi fəraqinlə əbəs. Mən ümid edirəm ki, mən düz oxuyuram. Mehriban ərməğan et şeirini. Eşq əhlinə sən, getməsin qoy bu ömür, müddəti bihudə tələs. Oradan da dəyərini bilək bu zamanın. Sərvaxt olmaq lazımdır, səxavətli olmaq lazımdır. Mən düşünürəm ki, elə insan bir başqalarına öz potensialından istifadə edib həmin o xoş xüsusiyyətlərini, keyfiyyətlərini səfərbər etməklə xoşbəxt ola bilər. Bəlkə də elə həyatın mənası budur. Başqa insan nə üçün yaşasın ki? Çox sağ olun ki, Təftəzə Səhər şousunu dinlədiniz. Heç bir sevgi nakam bitməsin. Əsl sevginin nə olduğunu başa düşmək ümidi ilə sizinlə vidalaşırıq dostlar. Sabahadək, sabah səhər saat 8-dən 10-a dək yenidən efirdə eşidilmək ümidi ilə Təftəzə Səhər şousu efirdə idi. Studiyada mən, Emil Nəsirov idi.